Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bu gün təmizlik vlogu olacaq. Ona görə də bu gün evimizi təmizləyəcəyik sizinlə. İstəyirəm evi təmizləyim və məhlənim. Məhləni də süpürüm, silim. Orada pillənçən var, pillənçəni də təmizləyim və evə toz soğan taxım. Evi təmizləyim, yığışdırım. Çünki ev bərbad gündədir, neçə gündür evə çıxmıram. Həmişə işimizi çöldə görürük. Ona görə də evə hər dəqiqə əl gəzdirə bilmirəm. Oğlum burada multfilmə baxır. Mən indi istəyirəm tez buraları süpürüm. Yoldaşım buranı sulayıb və tez bu quruyincə lazımdır buranı süpürmək. Çünki sonra süpürsəm buralar toz olacaq. Ona görə də indi tez lazımdır buranı süpürmək. Sonra isə qalxacam yuxarı və yuxarıdakı işlərimi görəcəm. Burada isə keçdim evləri təmizləməyə. Ev biraz dağınıq idi. Dedim əvvəlcə hər tərəfi səliqəyə salım, sonra da yaxşıca təmizləyim. Otaqları bir-bir yığışdırıb süpürəcəm, tozları siləcəm. Ev təmiz olanda həm evin havası dəyişir, həm də insanın əhvalı yaxşı olur.
Cücələrime indi yem verdim və istəyirəm paltarlar yumuşam, paltarları sərim. Uşaqları yatdırdım. Və qavlar var, qavları yumuşam. Bu qavları da silmək lazımdır. Sonra isə paltarları sərəcəm. Və sonra istəyirəm beləncəni silim və linolyumun üstünü. İndi gelirik eşeğe baxmağa. Qonşunun eşeğiydi. Qaynatam gətirib iş görəcək. Ondan sonra qaytarıb verəcək. İndi. Ya. Necə də geçmişdi. Bu da daşqadır. Yoldaşım indi gedib işə. Mənə demişdi ki, quzulara yem verərsən. Və mən indi gedirəm quzulara yem verməyə. Burada bizim induşkalarımız, cəmi 3 dənə induşkamız var. 2 dənə böyük, bir dənə də balaca. İndi gedirəm quzularımızı açmağa və onlara yem verməyə. Bu qədər yem verəcəm. Oğlum gedək. Paydiom. Sifte bunu ora töküm və sonra qoyunları çıxardım. İndi burası sırı ilə lazım olacaq tökmək. Və bu tərəfə. İndi gedirik quzularımızı bırakmaya. Oğlum o yana dur, sənin üstünə gələrlər, bu yana gəl. İndi bıraxaq. Çıxın. Çıxın. Тихо. Burada dur, хорошо? Сейчас я пойду. Давайте. Çıkın. Все, пойдем. Oğlum oranı örtür. Ve kuzular getdilər yeməyə. Niye yemirsiniz? Gedin. Cəmi 5 dənə quzularımız qalıb. 3 dənəsini satmışıq. Ona görə də 5 dənə qalıb sadəcə. Bu
Bu ise hiç büyümür. Bunun anası ölüp, ona göre de ana sütü içmir diye büyümür. Geçendiler necə de. Ye de sen de niye yemirsin? Ye ki böyüyesin. Burada ise cəvəl ağacıdır. Cəvəllər hələ dəyməyib. Belə çaldılar, amma mən belə çal xoşlayıram əslində. Belə çal olanda tuşmaca olur. Dəymiş olan ise şirin olur və onları mən xoşlamıram. Ne? Başlayırıq çavaf marinovat eləməyə. Belə bir bazar stordan ayaqlar almışıq, noşki almışıq. Daha doğrusu bud almışıq. İşte bunu lazımdır yumaq. Mama. Bunların Mama. tərəflərini belə doğrayacağım. Baba. Burada ise bizim cevaplarımız pişir. Birazdan hazır olacak.